Salam dostlar, Ayvazoğlu TV efirdə dizisində mən Şahəddin Elxan Maylıoğlu. Necəsiz, nə var, nə yox? Bəli dostlar, bizim mövzumuz dəyişməzdir. Yəni Heydərizm, İlhamizm və onların bandası Əliyevlər ailəsinin cinayətlərindən danışmaqda davam edirik. Yəni nə qədər ki, həmən bu Heydərizm və onun ətrafında olan bu banditləri biz təmizləməmişik, bizə yaşamaq yoxdur. Baxın, hələ deyək ki, 90-cı illərin əvvəlləri təsəvvür edin, Heydər Əliyev Azərbaycana soxulmaq istəyir. Heydər Əliyev Azərbaycanda Azərbaycan xalqının mənafeyinə xidmət edəndə və o xidmətin nəticələri də görünürdü. İndi siz gəlib olunsunuz demokratik qüvvələr, amma qalanları qeyri-demokratik qüvvələrdir. Xeyr, doğru demirsiniz, xalqı aldadırsınız. Heydər Əliyev demokratik Deladus. Bəli, artıq Heydər Əliyev soxulmağa çalışır, təsəvvür edin Respublikaya. Yəni o kresloya çatmaq istəyir və mübarizə gedir. Və bu mübarizədə Heydər Əliyev bütün üsullardan istifadə edir dostlar, təsəvvür edin. Ki sadəcə gəlsin o kresloya çatsın. Və Respublikanın demək olar ki, hər yerində bu səvkidə mübarizə gedir və nəhayət Heydər Əliyev gəlir o kresloya çatır. Təsəvvür edin. Hələ 90-cı ilin deyək ki, 92-93-cü illər, 91-ci illərdə yadınızdadırsa Heydər Əliyev parlamentdə olanda var idi həmən o demokratik, qeyri-demokratik qüvvələr. Təbii məsələdir ki, yəni Heydər Əliyev də çalışırdı, girsin həmən o deyək ki, cəbhəçilərə filana, yəni parlamentdə. Onlar da buna imkan vermədiyi üçün Heydər Əliyev lap özündən çıxırdı və ona görə də Heydər Əliyev fikirləşdi ki, bunun məsələsi ən yaxşı Naxçıvana gedib oradan gəlməkdir. Və getdi də. Getdi və Naxçıvandan Heydər Əliyev Naxçıvan xalqının deyək ki, həmən o ürəyi yumuşaqlığından, o humanistliyindən, o yəni ləyaqətindən istifadə elədi və onların ucağında gəldi Azərbaycana. Və Naxçıvan cəmaatının da bütün bugün başına gələnlərin hamısı bax onun səbəbidir ki, bugün məhz onlara ot yoldururlar. Rafiq bəy yazır, salam dostlar, əleyhümə salam, sən də xoş gəldin əziz qardaşım. Və mən istəyirəm dostlar, elə bu nöqteyi nəzərdən mən bugün siz yəqin ki bilirsiniz bizim mövzumuz. Mən yadınızdadır sizə demişdim. Əməlli başlı, yəni yaşlı deyəndə, yəni orta yaşlı bir insanın yəni öz evlatlarından utandığı və İlham Əliyevə müraciət elədiyi bir lent keçdərimə. Mən də düzü deyim 6 dəqiqə idi, ondan təmizlədim hardasa bir dəqiqə neçə saniyə. Yəni bizə lazım olan, yəni İlham Əliyevin eşitməsi üçün, yəni artıq o şeylər var, hansı ki yaltaqlıqlar falan, onları çıxartmışam. Axırında balaca bir şey saxlamışam, təsəvvür edin. Və bu İlham Əliyevə müraciət edir. Müraciət edir ki, mənim 40 qəpiyim yoxdur ki, evimə çörək almağa. Çörək mağazininə o gün getmişəm, yalandan demişəm ki, pul kisəmi evdə unutmuşam, 2 dənə çörək ver, pulunu sonra gətirib verərəm. Və indi deyir, mən o çörək mağazininin yanından utana keçirəm. Və mən də ona görə sizlə bir yerdə istədim ki, sizlə bir yerdə soruşaq. Niyə İlham Əliyev? Niyə ölkənin bu boyda sərvəti, varı, dövləti, yəni sənin dədən Heydər Əliyev də, sən də, uşaqların da ekranı qaşıqdan yediyiniz halda, deyək ki, beluqa ağ balıq asidrini, deyək ki, parça-parça yediyiniz halda bunun 40 qəpiyi yoxdur ölkənin bu boyda sərvətindən ki, uşaqlarını çörək alsın. Niyə? Gəlin o çıxışa qulaq asaq dostlar. Bu müraciətimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə. Mən utanmam ailəmin yanında. İmkansızdan utanmam. Dünən mən cənab Prezident evdən dedilər çörək al 40 qəpiyə çörək. Mən
satıcını anlattım ki pulum qalıb evdə çörək verməkdən evdən gedim götürüm gəlim verəcəm pulumu. İndi həmən marketin qarşısından keçəndə utana keçirəm. Sizdən xahiş edirəm və kömək eləmək evladlarımın yanında utanmağa qoymayın. Cənab Prezident, mən çöplü sudan, taxta biçenlikdən, almamaqdan, ala bilməməyə görə evladlarımın qarşısında utanmam. Axı onlar uşaqdır. Onlar uşaqdır, Cənab Prezident, mənə başa düşmürlər. Hər gün evə gedəndə qarşıma qaçırlar. Ata nə almısan? Ata çöplü su aldın bizə. Mən onlara cavab verəmirəm. Boğuluram, Cənab Prezident. Bir neçə dəfə intihar eləmək istəmişəm. İnanın siz. Dostlar, bu veya dikkatli olun, bakın. Bu boyda meseleden sonra gör bu adam ne deyir. İnanın təmiyyətimə. Xalq həqiqətən sizi sevir. Mən bu gündə ola sevirəm. Dəstəkləyirəm. İşte dostlar. O mesele burasındadır ki gör İlham Əliyev ve onun bandası ölkədə necə qorxu toxumu səpibsə, baxın, öz uşağının haqqını, özünün haqqını istəməyinə görə qorxur ki, birdən bunu gecə ilə gəlib tutub apararlar. Ona görə də deyir ki, və Cənab Prezident bütün bunlardan başqa deyir, xalq sizi sevir, mən də sizi sevirəm. Bax, budur faciə. Mən, inanın mənə, mən bu gədənin dərisi üç köpüyə dəyməz, heç bundan danışmazdım, amma bunun uşaqlarının nə günahı var, bunun belə dəyi üstədəsi var. Axı bu uşaqlar, İlham Əliyev, mən ona görə deyəm dostlar, gəlin biz bir yerdə soruşaq. Bu adam 3 aydır işləmir. Harda işləmir, özdə o dostluq mərkəzi deyilən bir yer, sənin o Deladuzasına icra başçılarının, icra hakimiyyətlərinin daxilində rayonlarda dost mərkəzi, adına bax, nökər mərkəzidir əslində, deyir dost mərkəzində təsəvvür edin, orada bu adam fəhlə, yəni nökər işlədiyi yerdən çıxardıblar. Təsəvvür edin. Və bu 3 aydır işləmir. Və 3 aydır da bilmir neynəsin. Yaxşı, İlham Əliyev, bu, axı bu ölkələrin və sən, ay şərəfsiz, sən axı bizim konstitusiyamız var. Konstitusiyaya görə, deyək ki, sosial yardımlara görə bu adam əgər işdən çıxdısa, işdən çıxardılırsa və yaxud da bu adam həmən işsizlik yerində qeydiyyata alınmalıdır və buna ən azından 6 ay həmən o işlədiyi yerin maaşı qədər buna maaş verilməlidir və 6 aya qədər bunun iş yerindən təmin olunmasa, bu artıq işsizlər siyasətində alınmalıdır və bu yardım almalıdır. Niyə almır? Ay şərəfsiz, mən dəfələrlə demişəm dostlar, mən hələ 2000 neçənci idi, 19 idi ya 18 idi, bir müraciətim var idi ki, İlham Əliyev, prezident sosial yardımı uğurlamaz. İnsanların son tikəsinə prezident göz tikməz. Sən nə qədər dəyyus adamsan.